Salam dəyərli VIP maçları izləyicilərimiz, bugün sizlərə Maçlar qəsəbəsində Zabbat Maçlar şossesinin yaxınlığında, əsas yola çox yaxın, hörmətli izləyicilər, Kisotun içində, Kisotdan bir balaca artıq olar torpaq sahəsinin içərisində 6 qarajlı, 4 otaqdan ibarət belə bir evlə sizi tanış edirəm. Dəyərli izləyicilərim, hal-hazırda evimizin həyətyanı sahəsində gördüyünüz kimi həyətimizin sağ hissəsində yerləşir belə bir gözəl bisetkası, söhbətgahı. Alt hissəsində də dəyərli izləyicilər, belə bir qarajı mövcuddur. Geniş qarajdır. Hündür maşın rahatlıqla daxil olur qarajda. Gördüyünüz kimi monolit betonladır. Aşağısında da otaqlar mövcuddur. 1, 2, 3, 4 otaq. Buradan biri mətbəx nəzərdə tutulub. Gördüyünüz kimi belə. Burada gələcəyinə istəsəz otaq düzəltmək mümkündür. Aşağısının içində sanitar qovşaq nəzərdə tutulub. Gördüyünüz kimi bütün tok sistemi falan, yəni hamısı işıq, hamısı çəkilib, hazır vəziyyətdədir burada. Amma evimizin yuxarısı dəyərli tam hazırdır. Keçirəm indi yuxarısını sizə tanış eləməyə. Bu hissədədir ki, kombi üçün belə bir yerdir və həyətdə sanitar qovşaq düzəltmək istəsəz, buradan istifadə etmək mümkündür. Bir dənə qapı qoyulacaq və salam. Qalxırıq indi evimizin otaqlarına, hörmətli izləyicilər. Çox sakit bir ərazidir, amma yola da çox yaxındır. Həyətdə də ümumi göstərirsə dəyərli izləyicilər, rahatlıqla da qarajda maşın yerləşəndən sonra bir maşın da həyətinə rahatlıqla yerləşər. Bura evimizin koridorların hissəsidir. Koridor görürsün, mərmər qranitdir, istipoldur. Digər otaqlar isə laminatdır. Mətbəxi də həmçinin istipoldur. Bura mətbəx hissəsidir. Təmirli ki, super təmirli evdir. Bura belə bir geniş qonaq otağıdır. Onu da qeyd edim ki, ev ümumilikdə istipoldur, hörmətli izləyicilər. Kombi xətti, radiatorlar yəni çəkilməyib, bütünlükdə istipoldur. Bura belə bir kiçik yataq otağıdır. İstipollu xətləri gördüyünüz kimi oradan çəkilib. Burada belə bir digər yataq otağıdır. Burası isə sonuncu yataq otağıdır. Tam təmirli evdir, cüt daşdandır. Burada belə bir sanitar qovşaq və hamam otağıdır, asma tavandır. Gördüyünüz kimi bütün kommunallar hamısı, qazı, suyu, işığı daimidir. Marşrut xətləri, bütün demək olar marşrut xətləri, bütün yox, hamısı. Maçdağdan Koroğluya işləyən bütün marşrut xətləri evin yaxınlığından keçir, hörmətli izləyicilər. Qiyməti gəldikdə isə, görürsünüz, bu evimizin qiyməti, hörmətli izləyicilərim, 123.000 manat deyilir. Real alıcıya endirim olacaq sahibi tərəfindən. Sənəddir ki, paket kupçadır. Evin də, torpağın da çıxarışıdır. Əlaqə nömrəmiz həm səhifədə, həm aşağıda qeyd olunub. Bu və digərlər tanış olmazsa səhifəsini baxa bilərsiniz. Bizi də bir unutmayın, sağ olun.